qəti surətdə heç bir təhqir və aqressiya eləməyin. Hər şey yaxşı olacaq. Aid qrup xaricdə təhsil şirkətinin təsisçisi, aparıcı Nigar Fərhad saxlanılıb. Nigar daxil olmuş çoxsaylı vətəndaş şikayətləri əsasında Nəsimi rayon polis idarəsi əməkdaşları tərəfindən tutulub. O artıq başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Gün ərzində barəsində həbs qəti imkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat veriləcək. Hazırda aparıcı istintaq nəzarətindədir, hələlik barəsində qərar verilməyib. Qeyd edək ki, bir müddət əvvəl eyni məsələ ilə bağlı Aid qrupun faktiki rəhbəri Samir Yahyazayda həbs edilib. O, Nigar Fərhadın əridir. Şirkətlə bağlı şikayətlərin sayı isə durmadan artır. Əksəriyyəti tələbə olan şikayətçilər xaricdə təhsil almaq üçün Nigara verdikləri pulu ala bilmədiklərini deyirlər.